Salam əziz şagirdlər, bugün Kodera testlərindən olan say sistemi mövzusunun möhkəmləndirici tapşırıqlar bölməsinə baxırıq. Gəlin ilk sualla başlayaq. Birinci sualımızda bizə deyir ki, 25 vurulsun 8 üstü 7 onluq ədədi ikilik say sistemində ifadə edilərsə, neçə ədəd sıfır rəqəmi olar? Demək, nə verib? 25 vurulsun 8 üstü 7 verib bizə. Biz əvvəlcə 25-i ayrılıqda çevirək ikilik say sisteminə. Belə baxsaq, gəl çevirək, kənarda çevirək. 25-i ikilik say sisteminə çevirəndə, yəni 2-yə bölə-bölə gedirik. Neçə dəfə düşər? 12 dəfə edər 24, qalıq 1. 12-ni bölürəm 2-yə 6 dəfə 12, qalıq 0. 6-nı bölürəm 2-yə 3 dəfə 6, qalıq 0. 3-ü bölürəm 2-yə 1 dəfə 2, qalıq 1. Və demişik ki, sondan önə doğru düzməliyik. Yəni, bizə verir 25 nə? 1, 1, 0, 0, 1. Düzdürmü? İndi ikilik say sistemi 8 üstü 7-ni ikilik say sisteminə çevirək. Bizdə belə bir qayda var. 8 2 üstü nədir? 2 üstü 3 üstü 7. Biz 8 üstü 7-ni bu şəkildə yaza bilərik. Bu da bizə verir 2 üstü 3-ü vururuq 7-yə. Neçə verir? 2 üstü 21. 2 üstü 21-də bir yanında 21 dənə 0 deməkdir. Bir yanında 21 dənə 0 deməkdir. Və biz 1, 1, 0, 0, 1-i vurmalıyıq bir yanında 21 dənə 0-a. Belə bir şey deyim. Məsələn, bizə desələr ki, 25-i vurun 100-ə normalda. Bu neçə eləyir? 2500, düzdürmü? 25 yanında 2 dənə 0 deyir. Və yaxud da 25-i vur 1000-ə, bu bizə neçə verir? 25 yanında 3 dənə 0, yəni 25 mini verir. 25 mini verəcək. Bu da eyni şeydir. Yəni, sən bu ədədi buna vuranda 1, 1, 0, 0, 1-i bir yanda 21 dənə 0-a vuranda bunun ardınca 21 dənə əlavə 0 gələcək. Burada 21 dənə 0, burada da 2 dənə 0. Neçə dənə cəmi 0 edir? Edir 23, 0. Cavab olur D variantı. Davam edək. Bunu siləyim. Bunu silək. Demək, bizə deyir ki, 125 üstə gəlsin 23-ün üstü 3, üstə gəlsin 5 üstü 9 ifadəsini əsası 5 olan say sistemində ifadə olunmuşdursa, bu ədəd neçə sıfır rəqəmindən ibarət olacaq? Gəlin baxaq. Yazıram misalı buradan. 125 üstə gəlinsin 25-in kubu, üstə gəlinsin 5 üstü 9. Bizə 5 əsası 5 olan say sisteminə gətir dediyinə görə, biz bunun əsasını 5-ə çevirməliyik. Yəni, əsaslarını 5-ə gətirməliyik. Yəni, 125, 5 üstü neçədir? 5 üstü 3-dür. Yəni, 5-i 3 dəfə öz-özünə vuranda 125 alır. Üstünə gəlinsin, 25 5-in kvadratıdır. Onun da üstünə 3. Bu şəkildə yaza bilərik. Üstə gəlinsin 5 üstü 9. Buradan da alınır ki, 5 üstü 3, üstə gəlinsin 5 üstü 2 3-ə vurulur, 5 üstü 6, üstə gəlinsin 5 üstü 9. Mən demişəm ki, 5 üstü 9 nə deməkdir? Bir yanında 9 dənə 0, 3, 4, 3, 4, 5, 6, 7, 8, 9 dənə 0. 5 üstü 6 nə deməkdir? Bir yanında 6 dənə 0. 6 dənə 0. 5 üstü 3 nə deməkdir? Bir yanında 5 üstü 3, bir yanında 3 dənə 0 deməkdir. Yəni, bu qüvvətdəki olan ədəd qədər yanlarına 0 yazırıq. Bunların da qarşısında 1 dayanıb deyə, bir yanında 9 dənə 0 yazılır. İndi biz bunları cəmləsək, bax, bir yanında 9 dənə 0, 9 dənə 0-ı yazsaq,
Bu 6-cı yerdə 1 dayanacaq. Bir də 3-cü yerdə 1 dayanacaq. Yəni bir 3-cü yerdə 1-ə çevriləcək. Bir də burada 6-cı yerdə 1-ə çevriləcək. Yerdə qalanlar 0 olacaq. Yəni hansı sıfırlar, neçə sıfır 1-ə çevriləcək? 2 dənə sıfır əlavə 1-ə çevriləcək cəmləyəndə. Yerdə qalan sıfırlar olduğu kimi qalacaq. Yəni ən çox nə qədər sıfır var? 9 dənə sıfır var da, ən çox 9 dənə sıfır var ümumilikdə. 6-cı və 3-cü yerdə qalanlar cəmləyəndə və 3-cü və 6-cı yerdə duranlar cəmləyəndə 1-ə çevrilir sıfırlar. Yəni 2 dənəsi 1-ə çevrilir. Demək 2 dənəsi 1-ə çevrilirsə nə qədər sıfır qalmış olur yerdə? 7 dənə sıfır qalmış olur. Cavab edir A variantı. Davam. 3-cüyə baxaq. Bu silin. Bunu hesablayın deyir. Necə hesablayaq? 123 üstə gəlsin 365. 8-likdə. Cəmləyəndə gəlin bunu 8-likdə cəmləyək həqiqətən də. 3-ün üstünə 5 8 edir. 8 8-lik say sistemində yoxdur deyə 8-dən çıxır 8-i 0, 1 də yadda. 0, 1 yadda. 6-nın üzərinə 2 8, 1 də yadda 9. 9-dan çıxırıq 8-i 1, 1 də yadda. 3-ün üstünə 1 4, 1 də yadda 5. Bu elədir 8-lik say sistemində. İndi 8-lik say sistemindən 16-lıq say sisteminə keçiddə əvvəlcə 2-lik say sisteminə keçirik. Yəni biz bunu 2-lik say sisteminə keçirdəndə 4 2 1 qaydası ilə 0 3-ündə də 0 alınır. 1, bir dənə 1 bunun bu 1-dir. 5-dəki 4 ilə 1-in cəmindən alınır. Yerdə qalanı da 0 yazırıq. Yəni indi buradan düzürəm 1 0 1 0 0 1 0 0 0. Bizə nə deyirdi? 16-lıq say sisteminə keçin. 16-lıq say sisteminə keçəndə 4 4 ayırırıq. 2 2 4. Üstünə də 1 2 4 8 1 2 4 8 1. Bu bizə nə verir? Bura bizə verir 8-i. Bura bizə verir 4-ü, burada bizə verir 1-i. Yəni cavab oldu 1, 4, 8, 16 say sistemində B variantı. Davam edək. Bizə deyir ki, 27 kiçikdir x, kiçikdir 125. 8-lik say sistemində x-in ala biləcəyi 5-ə tam bölünən ədədlərin sayını müəyyən edin. Buna baxmamışdan əvvəl desəm ki, məsələn, deyirəm ki, 3 kiçikdir x, kiçikdir 7. Bu aralıqda neçə dənə natural ədəd var? Bu aralıqda x-in ala biləcəyi qiymətlər 4, 5, 6-dır, düzdürmü? Düzdür da. Yəni bunu qısa olaraq belə yazırıq da, amma 7-dən çıxırıq 3-ü və çıxırıq 1-i. Neçə dənə ədəd verir bizə? 3 dənədir. 3 dənə natural ədəd var. Neçə ədəd eləyir? 3 dənə natural ədəd eləyir. Amma bu birinci yol. Amma tutaq ki, yazsam ki, 3 kiçik bərabərdir. X kiçikdir 7. Burada hansı ədədlər var? X-in ala biləcəyi ədədlər 3, 4, 5, 6. Yəni 4 dənə ədəd ala bilir də. Ona görə belə olanda sadəcə 7-dən 3-ə çıxırıq, bizə natural ədədlərin sayını verir. Edir 4. Üçüncü halımızda deyirəm ki, 3 kiçikdir x-dan, kiçik bərabərdir 7-dən. X-in ala biləcəyi qiymətlər 4, 5, 6, 7. Neçə dənə natural ədəddir? 4 dənə natural ədəddir. Yenə belə halda 7-dən çıxırıq 3-ü bizə verir 4 natural ədədi. Başqa son bir halımız var ki, 4-cü hal. 3 kiçik bərabərdir. X kiçik bərabərdir 7. X-in ala biləcəyi qiymətlər 3, 4, 5, 6, 7. Neçə dənə hal var? 2, 2, 4, 5 dənə hal var. İndi nə edirik? 7-dən çıxırıq 3-ü üstə gəlsin 1 edəndə bizə 5-i verir. Aydındır? Yəni bunu qısa şəkildə burada yazdığım qaydalarla etmək olar. Və bu iki vəziyyətdə heç nə etmirik. Bundan bunda. Sadəcə verilmiş ədədlər bir-birindən çıxırıq. Bizə nə qədər natural ədəd var, onun sayını verir. Amma belə olanda, yəni sadəcə kiçikdir yazılanda və yaxud da böyükdür yazılanda fərqi yoxdur. Əlavə 1-i də çıxırıq. Amma kiçik bərabərdir qoyulanda hər ikisində 7-dən 3-ü çıxıb üzərinə 1 gəlirik, oradakı ümumi natural ədədlərin sayını bizə verir. İndi gəlin qayıdaq öz məsələmizə.
Bizə deyir ki, 8-lik say sistemində verilib. Biz əvvəlcə bunları onluq say sisteminə gətirək. 0-1 qaydası ilə nömrələsək, bu eləcə 16 üstü 7, yəni neçə? 16-nın üstünə 7 gələndə bizə verir 23-ü. Bu da verəcək 8-in kvadratı 64, üstə gəlsin 16, üstə gəlinsin 5. Bu da bizə verəcək 85-i. Yəni qiymətlərimiz 23 kiçikdir x, kiçikdir 85 arasındadır. İndi bu x-in ala biləcəyi natural ədədlərin sayı nə qədərdir? Biz 85-dən çıxarıq 23-ü, plus da çıxarıq 1-i, yerdə qalar 61. Deməli, x 61 ədəd natural ədəd ola bilər. Yəni burada x-in yerində 61 dənə ədəd dayana bilər. Amma məsələnin şərtində yerdə qalanda deyir ki, x-in ala biləcəyi 5-ə tam bölünən ədədlərin sayını tapın deyir bizə. Ümumi 61 dənəsi dayana bilərsə, 5-ə bölünmələrin sayını tap desə, o zaman 61-i böləcəyik 5-ə, bizə düşəcək 12 tam nə qədərsə. Buradan da belə çıxır ki, 61 ədədin içərisində 5-ə bölünən 12 ədəd var. Cavab edir D variantı. Davam edirik. 4-ə qədər baxdıq. İndi 5, 6, 7. Beşinci sualda deyir ki, 32 üstü 5, 8 üstü 7 və 4 üstü 10 onluq ədədini 16-lıq say sistemində ifadə edilərsə, nə qədər sıfır alınır? 32 üstü 5, üstə gəlsin 8 üstü 7, üstə gəlsin 4 üstü 10. Belə olan halda sizə 16-lıq say sistemi deyirsə, siz bu əsasları 16-ya gətirməlisiniz. 5-lik deyirsə 5-ə gətirməlisiniz. Bayaq məsələdə deyirdik 5-lik say sistemi, onu da 5-ə gətirdik. Nə bilim 8-lik deyirsə 8-ə gətirməliyik. Gəlin indi gətirək. 32-ni necə yaza bilərik? 32-ni yazarıq ki, 2 üstü 5 üstündə 5. 8-i necə göstərə bilərik? 2 üstü 3 üstündə 7. 4-ü 2 üstü 2 üstündə 10. Bu da bərabərdir. Bu bizə nəyə verir? 2 üstü 25-i. Bu bizə nəyə verir? 2 üstü 3 dəfə 7, 21-i. Bu bizə nəyə verir? 2 üstü 10-u. Sonra mən dedim ki, əsası 16-ya gətirməliyəm. Əsası 16-ya gətirmək üçün 2 üstü 25-i necə yazarıq? Bax, 2 üstü 25-i əsası 16-lığa gətirsəm, 2 üstü 4 16-dır. Bunu 6-ya vursam, üstünə 6 yazsam, 6 dəfə 4 24 eləyir. 25-ə tamamlaması üçün qarşısına 1 atmalıyıq. Bu da bizə verəcək 2 vurulsun 16 üstü 6-nı. Sonra 2 üstü 21-i necə yazarıq? 2 üstü 4 yazarıq bura. Çünki əsas 16-ya gəlməlidir. Bura 5 yazaram. 5 dəfə 4 20-ni verir. Amma 21-ə tamamlanması üçün qarşıya 2 atıram ki, 21-ə tam. Bunun üstü 1-dir də. Bu 20, bu da 1 tamamlanır 21 olur. Bunu da yazıram. 2 vurulsun 16 üstü 5. 2 üstü 10-u necə çevirərəm? 2 üstü 10-u yenə 2 üstü 4 vurulsun. Bura 2-ni yazaram. 2 üstü 4. Bir dəqiqə. Bu bizə, burada bizə nəyi səhv yazdı? 2-ni 10-a vuranda burada 20 olmalıdır. Əslində bu 2 üstü 20-dir. Niyə görə? 2 üstü 2 üstü 10 nə deməkdir? 2 üstü 20 deməkdir ona görə. İndi 20 olduğuna görə yenə biz bura 5-i yazarıq. 20-yə tamamladıqmı? Tamamladıq. Heç nə, bu elə bizə verir 16 üstü 5-i. Düzdür? Baxın bura. 2 eyni qüvvət var. 2 eyni qüvvət var. Qüvvət var. 2 eyni qüvvət var. 2 eyni qüvvət varsa, o zaman əmsallar toplanılır. Bunun əmsalı 1-dir, bunun əmsalı 2-dir. Yəni bu ikisi bizə avtomatik nə vermiş olur? Əmsal toplananda 3 vurulsun 16 üstü 5-i vermiş olur. Onda da buradan belə çıxır ki, bunu yazıram. Yəni 2 vurulsun 16 üstü 6, üstə gəlinsin, üstə gəlinsin. 3 vurulsun 16 üstü 5. Bizə də nə deyir? Deyir ki, ədəddə neçə ədəd sıfır rəqəmi var? 16 üstü 6-ım var 2. 16 üstü 5-im var? Var.
Qarşısındakı ədəd 3. 4-ün var, yoxdur. 3-ün var, yoxdur. 2-in var, yoxdur. 1-in var, yoxdur. 0-ın var, yoxdur. İndi nə qədər 0 ədədi alındı bizdə? 2, 2, 4, 5. 5 dənə 0-ımız varmış demək. Cavab oldu B variantı. Davam edirik 6-cı sualla. 6-da deyir ki bizə 100 rəqəmli ədədi 8-lik sayəsində 100 rəqəmli ədəd 8-li bir dəqiqə burada səhvlik var. 100 rəqəmli ədəd 8-lik sayəsində istifadə olunan ədəd yox. 100 rəqəmli ədəd yox da. Nəli 100 rəqəmli ikilikdir, üçlükdür, 8-likdir. Məsələnin şərtinə uyğun 16-lıq olacaq. 100 rəqəmli 16-lıq ədədi 8-lik say sistemində ifadə olunarsa, alınan ədəd ən çox neçə rəqəmli ədəd ola bilər? Aha. Bax, deyir ki, 100 dənə ədədli 16-lıq ədəd var. 100 ədədli, bir də 16-lıq say sistemində yazılmış 100 ədəd var. Nə bilim, məsəl üçün deyirəm F, 7, 9, 8, C, A, belə. Yəni, burada 100 dənə ədədim var, 16-lıqda yazılmış. Deyirsən, 8-liyə çevir bunu və 8-liyə çevirəndə neçə rəqəmli ədəd alınır, deyir. Biz bilirik ki, 16-lıq say sistemindən, bax, 16-lıq say sistemindən 8-lik say sisteminə keçiddə 2-lik say sisteminə müraciət edirik ortada. Yəni, sən əvvəlcə bu 16-lıqdan 2-liyə keçməlisən, 2-likdən 8-liyə keçməlisən. İndi bax, və 2-liyə keçəndə də 8, 4, 2, 1 qaydası ilə, məsəl üçün, A-nın qarşılığı nədir? 10. 18 ilə 2-nin qarşılığından alınır, belə yazılır. Yəni, 100 dənə ədədin bir dənəsi 16-lıq say sistemində 100 dənə ədədin bir dənəsinin 2-lik qarşılığı sənə 4 dənə rəqəm verir. Baxın, başa düşməyə çalışın. Deyirəm ki, 16-lıq say sistemində bir dənə ədədin 2-lik say sistemində qarşılığı bir dənəsi 4 dənəsini verir. O zaman 100 dənəsi nə qədərini verəcək? 100-ü vuracaqsınız 4-ə, 100 dənəsi sənə 400 dənə ədəd vermiş olacaq. İndi, bax, keçdi 2-liyə tutaq ki də, 16-lıqdan 1, 1, 1, 1, 0, 0, 0, 0, nəsə 1, 1, 1. Burada da tutaq ki, 400 dənə ədədimiz var. İndi sən təzəldən 2-liyə keçmirsən, axı 2-liyə gəlmirsən. 2-likdən də 8-liyə gəlməlisən. İndi sən 8-liyə gələndə nə etməlisən? Bunu 3-3 ayırmalısan da 3-3, 3-3, 3-3 ayırmalısan. Demək, 3 bərabər hissələrə bölməlisən. Avtomatik bu 400 dənəni 3 bərabər hissəyə böləndə görün mənə nə qədər ədəd alınacaq deyirsən. 400-ü 3-ə böləndə 133 tam neçəsi edir? Bir dəqiqə, bax, 400 bölünsün 3. 400-də 3-ə böləndə 133 edərsə, desək, 133-ü 3-ə vuranda, 3 dəfə 3, 9, 399-da. Burada qalar 1. Yəni, bax, burada qalar, sənin qalığın 1-dir, qalıq 1-dir. Qalığın 1 olması nə deməkdir? Yəni, bunu 1-də böləcəksən, bir dənəsi artıq qalacaq. Aydındır? Yəni, bax, belə böləcəksən, buralar alınacaq, nə bilim, 8, 7, A, B, C. Bura bir dənə də ədəd var da, bir dənə qalığın qalıb, bir dənə ədədin qalıb qabaqda, tam bölünməyə. Yəni, burada avtomatik 1, 1 olur da. 133 dənə ədəd var, o heç. Bir dənə də artığı var. Avtomatik burada 1 alınanda üstünə 1 gəlirsən, edir 134 ədəd. Cavab edir C variantı. Davam edirik. İndi 7-ci sualda deyir ki, 8-lik say sistemində verilmiş 3 rəqəmli, yəni A, B, C 8-lik say sistemində verilib 3 rəqəmli ədədinə B rəqəmi 3 vahid, C rəqəmi 4 vahid artarsa, onluq say sistemində qiyməti necə dəyişər? Bax, əvvəlcə gəl bunu onluğa keçirdək. 0, 1, 2 qaydasına nə olur bu? A vurulsun 8-in kvadratı üstə gəlinsin 8B üstə gəlinsin C. Yəni 64A üstə gəlinsin 8B üstə gəlinsin C olur. Düzdür? Sonra deyir ki, B-ni 3 vahid azaldıblar. Yəni B minus C olub. C rəqəmini 4 vahid artırıblar. B minus 3-ə belə. Dəqiqə.
S-nə də 4 vahid artırıblar. S üstə gəlsin 4 olub. 8-lik say sistemi. Avtomatik bunu da keçirəm. 0, 1, 2. Bu yenə mənə verir nəyi? A vurulsun 8-in kvadratı üstə gəlsin. Burada nə yazacaq? 8 vurulsun B minus 3 üstə gəlinsin. 8 üstü 1'dir də bunu. 8 vurulsun. Tek bunu silim. Burada da nə qalacaq? S bunun üstü 1'dir. Burada da qalacaq 8 üstü 0 vurulsun. S minus 4. Burada da bizə verir 64A və üstə gəlinsin 8B çıxılsın 24. Üstə gəlinsin S minus 4. Bu ədəd üstü 0 bizə 1 verir. 1'i də buna vuralım. S üstə gəlsin 4 alınacaq. Bu da verir 64A üstə gəlsin 8B. Üstə gəlsin C çıxılsın. Bir dəqiqə. Bura üstə gələkdir. Üstə gələkdir. Burada üstə gələkdir. Çıxılsın 20. İndi bax bu vəziyyətdən, yəni 64A üstə gəlsin 8B üstə gəlsin C vəziyyətindən 64A üstə gəlsin 8B üstə gəlsin C minus 20 vəziyyətinə düşüb. Nə olub? 20 vahid azalıb. Yəni cavab olur C variantı. Bu belə. Keçək digərlərinə. 8, 9'a baxaq. Bizə deyir ki, 8-ci sualda deyir ki, 1x 5 16-lıqda bərabərdir 421-ə 10-luqda x-i tapın. Heç nə edirik? Nömrələyirik 0, 1, 2. Bu eləyir 1 vurulsun 16-nın kvadratı, yəni 256. Üstə gəlinsin 16x, üstə gəlinsin 5. Bərabər 421. 16x bərabərdir. Bu bizə verir 261-i. 421-dən də çıxsam eləyəcək 160. X də bərabər 160 16-ya böləndə x oldu 10. Yəni 10 da 16-lıqdır. Nədir? A. A deməkdir. Cavab olur E variantı. Keçirik 9-cu suala. 9-cu sual deyir ki 0, 1, 2, 3, 4, 5 simvolundan ibarət əlifbada 3 rəqəmli bütün ədədlər verilmişdir. 432 ədədin sıra nömrəsini deyin. Bax, 0, 1, 2, 3, 4, 5 hansı say sistemidir? 0, 1, 2, 3, 4, 5. Baxsaq ki, bu bizə 6-lıq say sistemini verir. 6-lıq say sistemini verir. Və baxıram ki, 1 nədir? 0, 0, 0. 2 nədir? 0, 0, 1'dir. Düzdür. 3 nədir? 0, 0, 2'dir. 4 nədir? 0, 0, 3'dür. 5 nədir? 0, 0, 4'dür. İndi 6-cı nə olacaq? 6-cı olacaq ki, 0 6-lıq say sistemində. 1, 0. Artıq 0, 0 0, 0 yox. 6, 0, 0, 5'dir. Belə, 0, 0, 5'dir. 7, 0, 1, 0'dır. Çünki 5'lik say sistemində artıq 6 yoxdur axı. Nə yazmalıyıq? 0, 1, sonra 0 yazmalıyıq. İndi baxsam ki, bu bizə elə 6-lıq say sistemində 0 verir. Bu bizə 1 verir. Bu bizə ədəd olaraq 2-ni verir. Bu bizə 3-ü verir, 4-ü verir, 5-i verir. Və bunu da 6-lıq say sistemindən keçsək, 10-luq say sisteminə 0, 1, 6-lıqda 2 deyə, bu bizə nəyi verər? 1 vurulsun 6 qalar da. Yəni bu bizə 6-nı verər ədəd olaraq. İndi baxıram ki, sıra nömrəsi 1 olanın qarşısında olan ədəd 0'dır. Sıra nömrəsi 2 olanın qarşısındakı ədəd 1'dir. Sıra nömrəsi 3 olanın qarşısındakı ədəd 2'dir. Sıra nömrəsi 4 olanın qarşısındakı ədəd 3'dür. 5 olanın 4'dür. Yəni buradan belə çıxır ki, ədədimiz sıra nömrəsindən bir vahid azdır. Yəni bizim aldığımız bu ədədlər bu sıra nömrəsindən
bir vahid azdır. Ona bizə deyir ki, 432 ədədinin 432 ədədinin sıra nömrəsini tapın. Əvvəlcə biz bilək ki, 432 ədədi altılıq say sistemindədir də. Çünki buradan bildik ki, say sistemimiz altılıqdadır. Altılıq say sistemindən onluq say sisteminə gəlsəm, 4 vurulsun 64, üstə gəlsin 18, üstə gəlinsin 2 vurulsun 6 üstü 0, yəni 2. Bu da bizə verəcək 164. Bax, bizə deyir ki, 164 ədədinin sıra nömrəsini tap. Və biz dedik ki, ədədimiz sıra nömrəsindən bir vahid azdır. Demək, bunun sıra nömrəsi 165 imiş. 165 imiş, özü 164 imiş. Sıra nömrəmiz olacaq 165. B variantı. Davam edirik. 9 da getdi, 10, 11. Onuncu sualda deyir ki, ədədi ikilik say sistemində ifadə edilərsə 79 rəqəmli ədəd alınar. Buna əsasən x-ı müəyyən edin. Nədir bu? 16, 2x üstə gəlsin 1. Üstə gəlsin 64, 2x üstə gəlsin 1. Üstə gəlsin 72. Düzdür? Bunu sadələşdirsək, 2 üstü 4, üstü 2x üstə gəlsin 1. Üstə gələk, 2 üstü 6, 2x üstü 1, üstə gəlsin 72. Bunu biraz da sadələşdirsək, 2 üstü 8x üstə gəlsin 1, üstə gəlsin 2 üstü 12x üstə gəlinsin 1, üstə gəlsin 72. Deyir ki, 79 rəqəmli ədəd alınıb. 79 rəqəmli ədəd alınıb. Düzdürmü? Ən böyük qüvvət bizim rəqəmlərimizin sayını göstərir. Bizdə əgər 79 rəqəmli ədəd alınıbsa, və burada yəni bunu həll edib 79 rəqəmli ədəd alınıb. Və buradakı ən böyük qüvvət o zaman bizim rəqəmlərimizin sayını göstərməlidir də, normal olaraq riyazi tərəfdən düşünsək. Burada da ən böyük qüvvətimiz hansıdır? 12x üstə gəlsin 1. Ən böyük qüvvətimiz 12x üstə gəlsin 1-dir. Amma bax, bu qüvvət bizə bu nə deməkdir? 2 üstü 12x üstə gəlsin 1 nə deməkdir? 1 yanında 12x üstə gəlsin 1 qədər 0. Düzdür? Yəni burada 79 olması üçün, bunun 79 olması üçün bu 1 də var da qarşıda. Bu 2-nin 1 yanında elə bil ki 78 dənə 0, 1 yanında 78 dənə 0 bizə bunu verir. Məsələn, 2 üstü 5 nə deməkdir? 1 yanında 6, bu 6 rəqəmli ədəddir də, 4, 5 düzdür, 6 rəqəmli ədəddir. Bizə 79 rəqəmli ədəd deyirsə, bizim qüvvətimiz 78 ədədi əhatə eləməlidir. Bu 6 rəqəmli ədəddir, amma qüvvəti 5 rəqəmli ədədi ifadə edir. Burada da bizdən 79 rəqəmli ədəd istəyirsə, qüvvətimiz 78 ədədi göstərəcək. Yəni, sən buradan 12x üstə gəlsin 1 bərabərdir 78 edərək, 12x bərabərdir 78, 12x üstə gəlsin 1 deyil bu, 6-dır, 6. 6-nı 1-ə vuranda 6 verir. 6, 78, 78-dən 6 çıxanda edəcək 72, x da bərabər olar 6-ya. Cavab da edir 6. Cavablarda cavab yoxdur, amma cavab 6-dır. Davam edirik. 11 belə 12. 12-də deyir ki, A, B, C, D, I hərflərindən istifadə etməklə aşağıdakı ardıcıllıqla söz yaranıb. Bayaq rəqəm vermişdi, indi rəqəm verməyib. A, B, C, D, Y.
İndi rəqəm verməyib. Rəqəm verməsə belə biz bunu rəqəm kimi görürük. 0, 1, 2, 3, 4 deyə nömrələyəndə mən baxıram ki, bu neçəlik say sistemidir. Bu mənə beşlik say sistemini verir. Beşlik say sistemini göstərir. Sənə deyir ki, bu sözün sıra nömrəsini müəyyən edin. Bax, mən baxıram ki, birinci nədir? A. İkinci nədir? A, B. Üçüncü nədir? A, C. Dördüncü nədir? A, D. Beşinci A, Y. Altıncı nədir? A, B, A. Burada dəyişdi. Bax, A nədir? Bura sıfırdır, düzdürmü? Yəni, bu nə deməkdir? 0, 0, 0 deməkdir və beşlik say sistemindən də 0, elə beşlik say sistemindəki 0 onluq say sistemində də 0 verdiyinə görə bunun qarşılığı 0-dır. Bu nə deməkdir? 0, 0, 0, 1 deməkdir beşlik say sistemində. Bunu onluq say sisteminə çevirsən elə bu sənə 1-i verəcək. Bu nə deməkdir? 0, 0, 0, 2. Bunu onluq say sisteminə çevirsən, bu onsuz da sənə 2-ni verəcək. 0, 0, 0, 3. Bunu onluq say sisteminə çevirsən, bu sənə 3-ü verəcək. 0, 0, 0, 4. Onluq say sisteminə çevirsən 4-ü verər. 0, 0, 1, 0 etsən, bax 1, 0 etsən və onluq say sisteminə çevirsən 0, 1 qaydası ilə 2, 3, yəni nömrələnmə qaydasına çevirsən, bu sənə 5-i verəcək. Yəni, görürsən ki, 1-in sıra nömrəsi 1 olanda ədəd 0 alınır, 2 olanda ədəd 1 alınıb, yəni 3 olanda ədəd 2 alınıb, nə bilim 4 olanda ədəd 3 alınıb. Yəni ədəd sıra nömrəsindən yenə bir vahid azdır. İndi gəlin bu ədədin tapaq görək bu ədəd nədir? D-nin kodu nədir? D-nin kodu 3-dür. Demək 3. B-nin kodu nədir? 1. A-nın kodu nədir? 0. C-nin kodu nədir? 2-dir. Bu beşlik say sistemindədir də. Biz bunu çevirsək onluq say sisteminə 0, 1, 2, 3 qaydası ilə bunu yazanda gəlib alınacaq 402. Bunu yazanda alacaqsınız 402-ni. Bax, mən dedim ki, bax 402 ədədin özüdür. Sənin sıra nömrəsini istəyir. Sıra nömrəsi ədədin özündən bir vahid çoxdur. Bu qaydaya yuxarıda baxdıq, bildik də. Deməli, bizim ədədimiz 403 olacaq. 12 belə. Keçirik. 13, 14. Hı -hı. 13-də nə deyir? Deyir, 8-lik say sistemində verilmiş 202 rəqəmli ədəd 16-lığa çevriləndə neçə rəqəmli ədəd alınır? Bayaq sual var idi, ondan oxşardı. 8-lik say sistemində 202 rəqəmli ədəd verilib. 202-ni demirəm, 202 dənə, yəni rəqəmli ədəd verilib də. Yəni məsəl üçün 7, 6, 5, 3, 1, 0 nədirsə, burada 202 dənə ədəd var və bilirik ki, 8-likdən 16-lığa keçəndə 2-likdən istifadə edirik, sonra 2-likdən 16-lığa gedirik. İndi baxıram ki, 8-lik say sisteminə, 2-lik say sisteminə 4-2-1 qaydası ilə gedirəm. Məsəl üçün 5-i eləsəm 5, 1, 1, 0 deməkdir. Yəni 8-lik say sistemindən 2-lik say sisteminə keçəndə bir rəqəm, bir dənə bu 5, 2-liyin 3 dənə ədədi ilə qarşılaşdırılır. Yəni bir dənəsini 3 dənəsi əvəz edirsə, o zaman 202 dənəsini, 202-ni vuracaqsınız 3-ə, eləyəcək 606 ədəd, yəni rəqəm əvəz edəcək. Yəni, ikilik say sistemində 1, 0, 1, 1, 1 güya ki keçmişik. Burada 606 ədəd olacaq. 606 ədəd rəqəm olacaq. İndi sən 8-likdən əksinə 16-lığa keçəndə bunu 4-4 ayırmalıyıq da. Yəni, ona görə də 606-nı böləcəksiniz 4-ə. Bu da neçə dəfə düşər? 606-nı bölsək 4-ə 100 4-ə bölsək 151 tam düşsə, 151-i 4-ə vursaq neçə eləyər? 4, 604 eləyər.
burada qalar 2. Yəni 151-i tam gedər, 2 qalıq qalar. Yəni 2, 2, 4, 1. Yəni 151-i tam bölünəcək. Burada 151 dənə rəqəm olacaq 16-lığa keçəndə. 2 dənə qalıq qalacaq. Çöldə 2 dənə qalığımız qalacaq. Bu da onsuz da 1 dənə rəqəmdir də. 1, 2 deyə gedir. Bu da bizə verir 3-ü. 151 dənə rəqəm burada alınır. 1 dənə rəqəm də burada alınır. Yəni bizə nə qədər rəqəm verir? 152 ədəd rəqəm verir. 152 ədəd rəqəm verir. 152 verir də başqa nə istəyir bizdən? Deyir ki, ən çox və ən çoxu və azı neçə rəqəmli ədəd ola bilər? 151, ən çoxu 151, 152 dənə rəqəm ola bilər. 151, 152. B. Yəni ən az 151 dənə ola bilər. Tutaq ki, bura olmasa, bax bu hissə olmasa, tutaq ki, tam bölünüb də 151 dənəsi tam bölünübsə, ən az 151 dənə olacaq. Amma bura varsa, avtomatik 152 dənə olacaq. Ona görə 151, 152 götürülür. Keçdik 13-ə. 16 sayısına çevrilərsə neçə rəqəmli ədəd olar və həmin ədəd hansı rəqəmlə başlayır? 25 vurulsun 2 üstü 129. Mən dedim ki, 16-lıq say sistemi deyirsə, əsası 16-lığa gətirməliyik. 25-i əsası 16-lığa gətirəcəmsə, demək, biz bunu necə yazarıq? İkiliyə gətirsək 10-luqdan, bunu ikiliyə gətirsək, bu 12 dəfə burada 1, ikiliyə 6, burada 0, ikiliyə 3, burada 0, 2, 1, 2, 1. Yəni, bu bizə 25 nəyi verər bizə? İkiliyə gələndə 1, 1, 0, 0, 1. Və mən 2 üstü 129-da nə deməkdir? 1 yanında 129 dənə 0 deməkdir. 1, 1, 0, 0, 1 vurulsun 2 üstü 129 deyəndə 1 yanında bu 129 dənə 0 deməkdir. Yəni, bayaq dedim, məsəl üçün 25-i 100-ə vursa 2 dənə yanına 0 gəlir. 1000-ə vursa 3 dənə yanına 0 gəlir. İndi sən bunu buna vursan, 1 yanında 129 dənə 0-a vurmuş olsan, bu da sənə 1, 1, 0, 0, 1 yanında neçə dənə 0? 1, 2, 3, yəni burada 0, 0 nəsə. Burada 129 dənə sənə 0 vermiş olar. Düzdürmü? Bax, 129 dənə 0, bir də bu ədədlər 130, 131, 132, 130, 134. Yəni, burada cəmi 134 dənə rəqəm var. Və ikilik say sistemindən 16-lıq say sisteminə keçiddə 4-4 ayırırıq. Sən avtomatik 134-ü böləcəksən 4-ə, düşər, neçə dəfə düşər? 134 bölünsün 4. Düşsə 34 dəfə, 34-ü vursan 4-ə 100, yox, 34 dəfə çox eləyir. Neçə dəfə düşər? 134-ü 4-ə bölsəm 33 dəfə düşsün onda. 33 dəfə də çox eləyir. 132 eləyir. Yəni 2 burada qalır. Yəni 33 qalır, 2 dənə də qalığı qalır. İndi bizdən nə istəyir? Bizdən deyir ki, neçə rəqəmli ədəd olar? Neçə rəqəmli ədəd olacaq burada? Bax, gələcək 4-4, 16-lığa keçirəndə 4-4 ayırıram, 4-4 ayıram, 2 dənə də əlavə qalır, qalığım. Yəni, burada 33 dənəsi alınacaq, yəni bu hissədə 33 dənə 16-lıq rəqəm alınacaq, biri də burada alınacaq. Yəni, biri də burada alınanda nə alınmış olur? 34 dənə rəqəm alınmış olur da, biri burada alınırsa. Bu heç də qarşısı heç. Yəni, ikisi buradan qalır elə bil. İkisi buradan qalır. 1, 1, 0, 0-dan ikisi burada qalır. 34 dənə rəqəmim qalmış olur. İlk rəqəmim də 1, 2, 3 nədir? 3-dür. 34 dənəsi qalır. İlk rəqəmim də olur 3. 14 də belə. Sonra 15, 16-ya baxaq. Bizə deyir ki, x, y, z onluqda nəsə cəmin ən böyük qiymət aldığını nəzərə alaraq x,
Y, Z onluqdadır. Yəni bu cəmin ən böyük qiymətini nəzərə alaraq X, Y, Z 16 ədədini onluq say sistemində ifadə edin. Bax, bu cəmin ən böyük qiymət alması üçün əsası böyük olanın rəqəmləri böyük olmalıdır. Başa düşdün? Bax, X, Y, Z onluqda, üstə gəlsin. Y, Z, X 8-likdə, üstə gəlsin. Z, X, Y 6-lıqda. Və burada X, Y, Z sadəcə 0 və 5 aralığında ədəd ala bilər. X, Y, Z sadəcə 0 və 5 aralığında ədəd ala bilər. Niyə görə? Çünki 6-lıq say sistemindədir ən kiçik. Mən bura 7-8 yaza bilmərəm də. Ən böyük 5-ə qədər qiymət ala bilər. Yəni, ən böyük 5 ola bilər burada. Və dedim ki, ən böyük 5-dirsə, əsası böyük olanda, böyük rəqəm alınması üçün əsası böyük olanda rəqəmləri böyük olmalıdır. Rəqəmləri böyük olacaqsa, o zaman Y-im nə ola bilər burada? X-im nə olar? X-im 5 olar. Çünki 500 neçə ilə başlasa ədəd ən böyük olar da. Əsası böyük olanın rəqəmləri ən böyük olmalıdır. Ona görə X 5-dir. Çünki burada 5 ilə başlamalıdır. Y-im 4-dür. Z-im 3-dür. İndi baxaq, bizə deyir ki, X, Z, Y-in. X-im nə oldu? Tapdıq 5. Z-im nə oldu? Tapdım 3. Y-im nə olur avtomatik? 5, 3, Y-im də 4. 16-lıqda. İşte bunu 16-lığa çevirəcəksiniz. 16-lıqdan çevirəndə nə olur? 0. 10-luğa çevirəcəksiniz. 0, 1, 2. Yəni 5 vurulsun 16-nın kvadratı. Üstə gəlinsin. 3 vurulsun 16. Yəni 3-ü 16-ya vuranda edəcək 48. Üstə gəlinsin 4. Bu da bizə verir 1332. Cavab edir B variantı. Sonra keçirik 16-cı tip suala. Bu aydın oldu deyə düşünürəm. Bax, bir də keçim istəyirsiniz üstündən. Bizə deyir ki, bu cəmin aldığı ən böyük qiymət. Cəmin ən böyük qiymət alması üçün əsası böyük olan rəqəmləri böyük olmalıdır. Əsası böyük olan nədir burada? 10 da, yəni X, Y, Z 10. Və burada da X ilə başlayır. Və buradakı bütün ədədlər 0 və 5 arasından böyük ola bilməz. Çünki 6-lıq say sistemindədir ən kiçik ədəd. Və X-a niyə görə 5 deyirəm? X-a 5 demə səbəbim odur ki, X-in 5 alması üçün rəqəmlər, yəni əsası böyük olan rəqəmləri ən böyük olmalıdır. Yəni burada 500 neçə ilə başlamalıdır ki, ən böyüyə də dalınsın. Ona görə X 5-dir, Y 4-dür, Z 3-dür. 5, 3, 4 tapandan sonra buradakı ardıcıllıq nədir? X, yəni 5, Z-im nədir? 3, Y-im nədir? 4. 5, 3, 4, 1, 16-lıqda çevirdik, aldıq 1332. B variantı. İndi baxırıq 16-ya. 16-da nə deyir? Deyir ki, binada 12-lik say sistemində blok var. Yəni bunu çevirsən görəcəksən ki, 2 dənə blok var. 2 dənə blok var. Hər blokda müəyyən sayda mərtəbə var. Mərtəbəni bilmirik. X mərtəbə var. Hər mərtəbədə 1, 0, 0, 2-likdə mənzil var. Bu da bizə 4 mənzil verir. 4 mənzil verir. Və deyir ki, bir mərtəbə haqqında informasiya 3 bitdir. Yəni, bir dənəsi haqqında 3 bitdisə, o zaman demək 2 üstü 3 sənin 8 mənzilin var. 8 mərtəbən var deməkdir. Yəni n bərabərdir 2 üstü i üstünə görə bir dənəsi 3-dürsə, böyüyenin, yəni ümumi 8 dənə mərtəbə var deməkdir. İndi 2 dənə blokum var, 8 dənə mərtəbəm var, 4 dənə mənzilim var. Ümumi 2 vur, 8 vurulsun 4, 16, 64. Cavab elədir D variantı.
Sonra bu da belə 17, 18. Hı -hı. Şimdi burada ne deyir 17? Deyir ki x ve y dörtlük say sistemi rəqəmləridir. X, y4 çıxılsın yx4'ü fərqinin ala biləcəyi ən böyük qiyməti tapın. Yəni x, y4 çıxılsın yx4'ün ala biləcəyi ən böyük qiymət. Bunu onluğa çevirsən 0, 1 deyə 4x üstə gəlsin y, çıxılsın 4y, çıxılsın x olur. Buradan da tapsan 3x çıxılsın 3y olur. Buradan da 3'ü çıxarsan 3x minus y olur. Bax, dörtlük say sistemini bura qədər məncə başa düşdük. Dörtlük say sistemi rəqəmləri nədir? 0, 1, 2, 3. 3'ə qədərdir də 0-dan 3'ə qədər ədədlər ala bilər. Və ala biləcəyi ən böyük qiymət dediyinə görə x-in və y-in ala biləcəyi ən böyük qiymət dediyinə görə biz x-ə ən böyük nə qoya bilərik? X-ə ən böyük 3 qoya bilərik. Y-ə isə ən böyük qiymət alması üçün sən ən kiçiyini çıxmalısan da, böyükdən kiçiyini çıxanda sənin üçün böyük bir qiymət verəcək. Məsələn, buradan 3-dən 2 çıx, biri var 3-dən 2 çıxarsan 1 qalar, biri var 3-dən 1 çıxarsan 2 qalar. Səndən ən böyük qiymət istədiyinə görə x-ə ən böyük, y-ə ən kiçik qoyursan. Desən ki, mən y-ə gətirib 0 qoyum da, onda ən kiçikdir ona görə. Amma yox, qoymaq olmaz. Nəyə görə? Çünki burada y x-də axı. Əgər y-ə 0 qoysan, onda burada ədəd 0, 3 deyə alınır. 0, 3 deyə bir ədəd var, yoxdur. Ona görə y-in yerinə 1 qoyacaqsan. 3-dən 1'i çıxacaqsan 2, 2-ni də vuracaqsan 3'ə, edəcək 6. Cavab 6'dır. Sonra 18. Onluq ədədinin 5'lik say sistemində ifadə etsək alınan 67 rəqəmli olur. X-i tapın. Bayaqki kimi. Nədir? 125, 3, x üstə gəlsin 1. Üstə gəlsin 25, 4x üstə gəlsin 2, üstə gəlsin 15. İndi bunu yazaram nə? Bu 5'in kubudur. Yəni 5 vurulsun. 5'in kubu deyəndə açıb yazıram elə, bir də yazmıram. Üstə gəlsin 3, 5'in kvadratıdır. 5 vurulsun 8x üstə gəlsin 4, üstə gəlsin 15. Alınan 67 rəqəmli ədəd deyirsə bizə, dedim ki, üstü ən böyük olanı götürməlisən ki, cavabın tam şəkildə alınsın. Sadəcə 9x üstə gəlsin 3 bərabərdir, yazacaqsan 66. Mən dedimi bayaq 2 üstü 5, bir yanında 5 dənə 0 deməkdir. Bu sənə 6 rəqəmli ədəd verir, o heç. Sənə ümumi 67 rəqəmli ədəd alınıbsa, bu 5 üstü 9x üstə gəlsin 1, bu 5 onsuz da 1'dir. Yerdə qalan bu 9x üstə gəlsin 1, 66 rəqəmini ifadə edir də. Cəmi 60, bu 1 ilə cəmi 67 rəqəmini ifadə verir. Ona görə bunu belə yazdıq. 9x bərabərdir. 9x bərabərdir 63, x də bərabərdir 7. Sonra davam edirik. 19 məncə rahatdır, hesablamıram heç. 20 də əslində rahatdır, 20, 21 də. Yenə də gəlin baxaq bunlara da. Nə deyir? Deyir ki, x-in hansı müsbət qiymətində bərabərlik doğrudur? 224 x bərabərdir 158 x üstə gəlsin 2. Onluğa çeviririk 0, 1, 2. Bunları da bilirsiniz əslində. 0, 1, 2. Bu bizə 2x-in kvadratı üstə gəlsin 2x üstə gəlsin 4'ü verir. Bərabərdir. Bu x üstə gəlsin 2'nin kvadratı. Üstə gəlsin 5 vurulsun x üstü 2. Üstə gəlinsin 8'i verir.
Bunu da açsam 2x kvadratı üstə gəlsin 2x üstə gəlsin 4 bərabərdir. 2x kvadratı üstə gəlsin 4x üstə gəlsin 4 üstə gəlsin 5x üstə gəlsin 10 üstə gəlsin 8. Buradan nəyi tapa bilərik? 2x kvadratına x kvadrat çıxanda qalır x kvadratı. Üstə gəlinsin 2x. Burada nə qədər? 4x, 5x, 9x eləyir. Burada 2x. 2x çıxılsın 9x bizə verir mənfi 7x-i. Yəni çıxılsın 7x yazırıq. Sonra burada 4, 10, 14, 14, bu da 8. Demək, davam edək. 4, 10, 8, bu da elədi 22. Bu da 4, 22-dən də 4 gedəndə, ümumiyyətlə buradan 4 də yaxsar eləsən, elə qalır 18. Yəni, üstə gəlsin 18 bərabərdir 0. Diskriminantla geçsək, diskriminant bərabərdir. 49 çıxılsın 18-i vursam 4-ə eləyəcək 72. Haradasa səhv eləmişəm. Diskriminant mənfi alına bilməz. Harada səhv eləmişəm. Bir dəqiqə. Burada çıxaqdır. Burada çıxaqdır. Axı, bu tərəfə keçəndə mənfi olur axı. 4 tərəf ixtisar geçsə də onun üzərinə 8, 18. Müsbət də bu tərəfə keçsək də harada səhv eləmişəm bəs. Haradasa səhv mi getdim, yoxsa mən mi nəyisə qarışdırdım? Bir də baxaq. 2x kvadrat çıxılsın x kvadratı, üstə gəlsin 2x, çıxılsın 4x, çıxılsın 5x, üstə gəlsin 4, çıxılsın 4, çıxılsın 10, çıxılsın 8 bərabərdir 0. Buradan x kvadratı üstə gəlsin 9, 7x. Yəni üstə gəlsin yox, çıxılsın 7x. Bununla bu getdi, çıxılsın 18 bərabərdir 0. Diskriminant bərabərdir 49 üstə gəlsin. İndi oldu 72. Bu da eləyir bizə 121-i. X1-i də tapsaq, mənfi B, yəni 7 üstə gəlinsin 11 bölünsün 2. Bu da eləyəcək 9. Cavab elədi E variantı. 21 də bu tipdir. Yenə üstlərini nömrələyib, tənliklə həll edib x-i gəlib tapmalısınız. Yazmıram. Özünüz yazın onları. Sonra 22 də eyni tipdir. Yenə 0, bir dəqiqə. 0, 1, 2, 0, 1 deyə nömrələyib gedəcəksiniz. Yəni, bu verəcək sizə bax, x üstə gəlsin 1-in kvadratı. Üstə gələk x vuraq, x üstə gəlsin 1. Üstə gəlinsin x bərabərdir. Bərabərdir. Demək, 3 vurulsun x üstə gəlsin 1. Üstə gəlinsin x deyə qalır. Bunu da sadələşdirsək, x kvadratı, yəni bunu da sadələşdirə gedirsiniz. Bu eləyir x kvadratı üstə gəlsin 2x üstə gəlsin 1, üstə gəlsin x kvadratı üstə gəlsin x, üstə gəlsin x. Yəni, bunu da sadələşdirirsiniz. Burada nə yazmışam? 3x üstə gəlsin 3, üstə gəlsin x. Bura bizə verir 4x-i. Burada verir 3x-i. Buradan alırıq 2x kvadratı, 2x kvadratı. Yox, burada 2x, 3x, 4x. Buradan da 4x. Bunlar ixtisar gedir. 4x. Burada da qalır, nə qalır? Burada da qalır 32. X kvadratı bərabərdir 16. X də bərabərdir 4. Cavab verir C variantı. 23 məncə rahatdır. İzahını vermişdim. Amma yenə də gəlin bir dənəsini də edim. Ctrl V. Deyir ki, 7 və B-nin 16-lıq say sistemini çevirin.
7, 1-in qarşılığı 49-dursa, 2-nin qarşılığı dedim ki 50 olacaq. 1 artıb. 3-ün qarşılığı 51 olacaq. 4-ün qarşılığı 52 olacaq. 5-in qarşılığı 53 olacaq. 6 57-dir. 7 58-dir. Hardasa 51, 52, 53, 54-dür. 55-dir. 55-dir. 8 56-dır, 9 57-dir. Bizə nə istəyirdi? 7-nin qarşılığı demək 55-dir. Qoyduq bura. İndi bizdən kiçik b-ni istəyir. Kiçik b-ni tapmaq üçün böyük b-ni bilməliyik. Ondan sonra bax, böyük n-lə kiçik n arasındakı məsafə nə qədərdir? 78 böyük n-dir, 110 kiçik n-dir, düzdür? 110-dan da 78 çıxsaz eləyəcək 32. Yəni böyük n-in üzərinə 32 gələndə 110 edib deməkdir bu. İndi böyük A-mız 65-dirsə, böyük B-miz 66-dır avtomatik. Böyük B-im 66-dırsa, indi kiçik B-ni tapmağa nə var? 66-nın üzərinə 32 gələcəksən. O da sənə verəcək kiçik b-ni. Yəni 98-ə kiçik b olur səndə 98. 55 7-nindir. 98 də kiçik b-nindir. Toplasaq bunları bizə verər 4 yox 3 153. 153 amma onluqdadır. Onluqda. Onluqdan keçəcəksiniz 16-lığa. Yəni 153-ü 16-ya bölə-bölə gedəcəksən. 9 dəfə düşsəm bir dəqiqə 144 edir səhv eləmirəmsə, bu da eləyir 9. Yəni buradan burada 9 9 16-lıqda cavab edir B variantı. 23 belə. Sonra 24-də nədir? 24 də rahatdır. Oxuyub yazmaq olar. Belə fərqli bir şey yoxdur. Deyir ki, bizə bir dənə ədəd verib. Aşağıda verib bu ədəd. Ədəd nədir? 1, 0, 2, 7, 5, 1, 8-likdə. Deyir ki, əvvəlcə hər bir rəqəmə onun 3 rəqəmdən ibarət ikilik yazılışını qoyun. Yəni, buradakı ədədləri ikilik say sisteminə çevirəcəm. İkilik say sistemi 4, 2, 1 qaydası ilə keçir. 1-in qarşılığı 1, 0, 0. 5, 1, 1, 0. 7, 1, 1, 1. 2, 1, 0, 0. 0, 0, 0, 0. 1, 0, 0. İndi bunu düzürəm. 0, 0, 1, 0, 0, 0, 0, 1, 0, 1, 1, 1, 1, 0, 1, 0, 0, 1. Alınmış ardıcıllıqda bütün sıfırları birlərlə, birləri də sıfırlarla əvəz elə. Yəni, yazacağım ki, 1, 1, 1-in yerinə 0. İndi 2, 2, 4 dənə 0 var, 4 dənə 1 yazacağım. 1, 2, 3, 4. Bir dənə 1 var, bir dənə 0 yazacağım. Bir dənə 0 var, 1 ilə əvəz eləyirəm. 2, 2, 4 dənə 1 var, 4 dənə 0 ilə əvəz eləyəcəm. 0 var, 1'dir, 1 0'dır, sonra 1 1'dir, sonra 0. Əvəz elədim. Sonra nədir? Almış ardıcıllığı 16-lıq say sisteminə çevirin deyir. Nə edirəm? 4 4 ayırıram, 2 2 4 4 ayırıram, 3 4 ayırdım. Sonra 1 2 4 8. Bu bizə nəyi verir? 6-nı. 1, 2, 4, 8. Bura bizi verir 1'i. 1, 2, 4, 8. 8'in üzərində 2, 10. 10'un qarşılığı 16-lıqda A-dır. 1, 2, 4, 8. 4'ün üzərində 2, 6. 6'nın üzərində 1, 7. 1, 2, burada edir 3. Yəni 3, 7, A, 16. Davam edirik. 25-lə. 25 də rahatdır. Yazmaq olar. Necə yazmaq olar? Rahatdır. Bu bizə nəyi verir? M nədir? 1000. C nədir? 100. L nədir? O 50. X də 10'dur. Yəni bu nəyi verir? 100'ü, 50'ni, 100'ü yox, 1000, M 1000'dir. 100, C 100'dür, L 50'dir. Demək, bu da eləyir 10. 1160'ı verir. 1160'ı verir bizə. Bura
1160'ı verir bizə. Bu onluqdadır. Sonra bunu da onluğa çevirirsiniz. 0, 1, 2, 3, 4, 5, 6. Yəni 2 üstü 6, 64, 2 üstü 4, 16, 8, 2 üstü 1, 2. Bu da bizə verəcək 1'i. 64, o da 16. Cəmləyəndə neçəni verir? 80, 88. Üstünə gəlirsən 10'u 90, o da eləyir 91. Demək, bura bizə verir 91'i. Yəni bunların hamısını çevirəcəksiniz onluğa. Ondan sonra müqayisəli vəziyyətdə burada uyğunlaşdırıb yazacaqsınız. Tam axıra qədər getmirəm. Çətin deyil, asandır. Ona görə getmirəm. Yaxşı, gəlin gedək. Başlamışam da 0, 1, 2, 3. Nə eləyir? 2 vurulsun 8'in kubu. Üstə gəlsin 5 vurulsun 8'in kvadratı. Üstə gəlsin 6 vurulsun 8 üstü 1. Üstə gəlsin 3. 8'in kubu deyəndə, yəni 8'i 3 dəfə öz-özünə vurmaq deməkdir. 8 və 8 64 eləyir. Onu da 8'ə vursan 5 son 2'ni verir. 5 son 2 üstə gəlsin 64'ü 5'ə vursan eləyəcək 320. 6 və 8 48, üstünə gəlirsən 3'ü. 5 son 2 ilə 320'ni toplayırıq. 2 buradan 3, 832. Üstünə də 48 gəlsən 880. Üstünə də 3'ü gəlsən 883. 883 bu elədi, 91 bu elədi. Bu da 1160 elədi. Sonra bax, ən böyüyümüz nədir? 1160'dır, düzdür? Demək, o zaman bir ən böyük sayılırsa, bir ən böyük sayılırsa, bir ən böyük sayılırsa, hal-hazırda 1100, bu üçündən ən böyük nədir? 1160. Ona görə əgər ən böyük ilə 1160 qalacaqsa, bunu yazacaqsınız. Amma gəl davam eləyək, baxaq. 0, 1, 2. Nə eləyir? 3 vurulsun 16'nın kvadratı. Üstə gəlinsin. F nədir? 15. 16 vurulsun 11. Üstə gəlinsin. 11 vurulsun 16. İndi baxaq. 16'nın kvadratı bizə verir 256'nı. Onu da 3'ə vuranda 768. 16'nı 15'ə vuranda bizə verəcək 240'ı. 11'i 16'ya vuranda 11'i 16'ya vursa 176'nı verir bizə. 176, 768, 240. Cəm nədir? 1184. Bax, ən böyüyümüz 1184 olacaq. Demək, 1'ə D-dir. 1'ə D-dirsə onsuz da cavab çıxır. Budur. Amma gəlin axıra qədər gedək. 0, 1, 2. 6 vurulsun 7'nin kvadratı. Üstə gəlsin 4 vurulsun 0, 1, 2'dir də. 4 vurulsun 7, üstə gəlsin 2. 7'nin kvadratı 49 vurursan 6'ya 294. 4 dəfə 7, 28. Üstünə də gəlirik 2'ni. Bu bizə verir 28, o da 2, 30 eləyir. Üstünə də 30 gəlsən 324'dür. Demək, ən kiçiyimiz nədir? 90, yəni ikincidir də. 91 ən kiçikdir. 91 ən kiçikdirsə, bu B ən kiçikdir. B ən kiçikdir. Ən kiçikdə B-dirsə, demək 5B olacaq. Ən kiçiyimiz B olacaq. Ən böyüyümüz də 1D olacaq. Yəni yerdə qalanlar da bu ardıcıllıqla düşsəz, görəcəksiniz ki, alınır B variantı. 26 da onluq say sistemində verilmiş 8'lik say sisteminin yazışında neçə ədəd sıfır rəqəmi var? Bu da rahatdır. Bu tipdə dəfələrlə eləmişik. Bunu da əslində yazmamalıyam. Özünüz yazmalısınız. Amma yəni bunu da yazım mən. 16'nın kubu 8'lik deyirsə, bax 16'nın kubu 4 üstü 5, 2 üstü 4. 8'lik deyirsə əsas 8'ə gəlməlidir. 16, 2 üstü 4 üstü 3. Bunu belə yazırıq. 2 üstü 2 üstü 5. Bunu da belə yazırıq. Bu da 2 üstü 4. Bərabərdir. Bu nəyə verir? 2 üstü 12. Üstə gəlsin 2 üstü 10. Üstə gəlsin 2 üstü 4. 16'lıq deyirsə 16'lıq əsasa gətirməliyəm. Yəni 2 üstü 4'ü ayırıram. Üstü 3. Üstə gəlsin 2 üstü 4'ü ayırıram 2. 8'dir. 2 üstü 2. Onu tamamlamaq üçün üstə gəlsin elə 2 üstü 4.
Bu bize verir 16 üstü 3. Üste gelsin 4 vurulsun. 16 üstü 2. Üste gelinsin 16. 16 üstü 0 da yani ile 1 deməkdir. Bu 16 say sistemində 1 verir sənə. Və 16 üstü 0 8'lik yazılır. 8'lik yazılışı deyir. Mən 16'ya gətirmişəm. Yəni sən 8'lik yazılışı deyirsə, əsası 16'ya yox, 8'ə gəlməlidir. Yəni 2 üstü 3'ə gətirməliyik də, belə deyim. 2 üstü 3, üstü 4, üstə gəlsin 2 üstü 3, üstü 3, burada bir dənə 2, 2 üstü 3, 1 vurulsun 2. 8 üstü 4, üstə gəlsin 2 vurulsun, 8 üstü 3, üstə gəlsin 2 vurulsun, 8 üstü 1. Belə bir şey. İndi bunu cəmləməyə nə var? 8 üstü 4, bir yanında 4 dənə 0 deməkdir. 8 üstü 2 vurulsun 8 üstü 3, 2 yanında 3 dənə 0 deməkdir. 2 vurulsun 8 üstü 1, 2 yanında bir dənə 0 deməkdir. Bu da edir 0, 2, 0, 2, 1. Neçə dənə deyir? Neçə ədəd 0 rəqəm var? 2 ədəd 0 rəqəm var. Sonra gəlir 27.